Azan İnşaat yenə də öz fəaliyyətindədir. Dəyərli müştərilər, bugün sizə divar kağızların divara bərkidilməsi prosesini təqdim edəcəyik. Usta, zəhmət olmasa müştərilərə izah edin, görüm siz orada necə edirsiniz ki, o stık dilən yer bilinməsin. Salam, hər vaxtınız xeyir olsun. Bu divar kağızı yapıştırandan öncə birinci biz bunu lazerlə atırıq ki, vertikal düz geçsin boy. Birinci lazerlə qoru, onun qalanını da arxasında yapışdırır və burada əsas bu birləşmələr bilinməməlidir, stıklar. Hal-hazırda o iki dənə divar kağızın birləşməsi haradır? Buradan bilinmir. Birləşmələr bilinməsin, ya bunun gözəlliyi tam onda gözə çarpır. Əsas bu birləşmələrdir. Onun bilinməməsi üçün nə addımlar atmalıdır? Müştərilərə məlumat verin, zəhmət olun. Bilinməməsi üçün usta səriştəli usta olmalıdır ki, onu itirə bilsin. Öyle belə müşkül məsələdir. Yəni sadə vətəndaşlar onu bu şəkildə vura bilməzlər. Abonin şişmə qaydası var, kreyin qatma qaydası var. Bunu hamısı nəzərə alsın. Orada hansı üsul var ki, ondan istifadə edib vursunlar? İzah edin zəhmət. Burada abolar əgər qalındırsa, vinil filizinin orada kley qatı olmalıdır. Çünki kley abo ilə soatversiz olmayanda qıraqlar qalxır, stıklar qalxır və açılır. Dəyərli izləyicilər, özünüz də baxın. İki dənə aboyun birləşməsi buradır. Burada yəni stık bilinir, baxın. Təxmini usta izah elədi sizə. Yəqin ki, nə demək istədiniz, siz özünüz də anladınız. Xeyirli olsun usta. Sağ ol, sağ ol. Sağ ol. Sağ ol, var ol.